Bəzən çoxuna sadəcə coğrafi məkan kimi görünə bilən bir yer, yaddaşın dərin qatlarında yaşayan tarix, nəfəs alan mədəniyyət, gözlə görünməyən ruh ola bilər. Əmircan kimi Bakıdan uzaqlaşmadan keçmişə yaxınlaşdığımız bir yer var. Əmircanın adı bir səsdir, mənası isə tarixdir. Bu yerlərin əvvəlki adı Xilə, Əmirhacan və Əmirhacıyan adlandırılır. Hətta Abbasqulu Ağa Bakıxanov Gülüstan İrəm əsərində öz doğma kəndinin adını Əmirhacan yazmışdı. Bu ad sadəcə bir yerin adı deyil, bir zamanın izidir. Əmircanlar tarixə belə tanınırlar, Xiləlilər daha doğrusu. Xiləlilər bək zarafat edirlər. 2 milyonsu çıxıb o kənddən. Şəmsəsədə olaydı. Oradandır. Muxtar oradandır. Bakının ən məşhur axıtlarından, dinalilərindən bir daha Qarabağında olub o da Əmircanlı. O ilk dəfə Azərbaycan dilinə Quranı tərcümə edən olub. Tarixə ruh, poeziyaya məna, elmə bəşəriyyət qazandıran adamlardan idi. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında şərq və qərb düşüncəsini birləşdirən bir körpü qurdu və bu körpü elə buradan, bu evin qapısından başladı. Bu daş divarlar sadəcə bir evin yox, bir zəkanın xatirəsidir. Abbasqulu Ağa Bakıxanovun evi Əmircanın ürəyində tarixlə nəfəs alan bir məkandır. Salam əleykum, necəsən? Salam mənim balam, necəsən? Atam, Səttar Bəhluzadənin evi ha tərəfdədir qardaşım, kətdə? Yuxarı, Poliklinika ayından sağa. Oldu, çox sağ ol, minnətdarım. Sağa, kəndi sizə düşürür. Oldu, sağ ol. Sağ ol mənim balam. Sağ ol. Bəli, Əmircanın daha bir sərvəti Səttar Bəhluzadədir. Müasirləri onu aramızda gəzən dahi deyə çağırırdılar. Rənglərin çılğınlığı, fırçanın azadlığı, qəlbin səsi. Bütün bunlar Səttar Bəhluzadənin yaradıcılığında var. Əmircanın ən rəngli səssizliyi məhz buradadır. Yalnız fırçanın ustası yox, həm də Əmircanın rənglə danışan səsi idi. Onun palitrasındakı rənglər Abşeron torpağından gəlirdi. Çünki o, bu torpağın Əmircanın övladı idi. Söhbət Səttar Bəhluzadədən gedir.